İndi buradan siz məni bu izaha baxıb topa tutmayın ki, gəlib indi bu nəzəriyyəni cırıq şalvar geyinmək istəyən, saçını qəribə hallara salan şagirdlərə tətbiq edən. Xoş gördük hər birinizi dəyərli YouTube kanalımın izləyiciləri. Mən Mətanət Nəbiyeva. Bugün sizlərə Carl Rogersin şəxsiyyət yönümlü yanaşma təlimi haqqında məlumat verəcəm. Əgər bu tipli videolarımızın davamlı olmasını istəyirsinizsə və yeni videolardan xəbərdar olmaq arzunuzdursa, kanalımıza abunə olmağı və bildirimləri açmağı unutmayın. Keçək vaxt itirmədən izaha. Gəlin görək bu Rogersin yanaşmasının ümumi məğzi nədən ibarətdir? Yəni Rogersin baxışlarına görə bunlar üçüncü cərəyanın nümayəndələrindən biridir Carl Rogers. Təhsilin məqsədi yalnız akademik nəticə, yəni ancaq imtahanlarda nəticə, summativlərdə nəticə və yaxud da ki, başqa nəticələr əldə etməkdən ibarət deyil. Təhsilin məqsədi həm də şagirdin şəxsiyyətini bütöv bir şəkildə inkişaf etdirməkdən ibarətdir və şagirdin daxili potensialını üzə çıxarmağa şərait yaratmalıyıq ki, şagird var ki, evdə valideyn, bəzən də məktəbdə yanlış yanaşmayla müəllim onu yönəldir ki, sən get riyaziyyat müəllimi ol və yaxud da ki, sən get həkim ol. Biz o şagirdin daxili potensialını üzə çıxarmağa ona yardım etməliyik. Bəlkə bu şagirdin istəyi musiqi sahəsinədir və yaxud da ki, nə bilim, incəsənətədir. Müəllim və eyni zamanda evdə valideyn bunu dəstəkləməlidir. Yəni daxili motivasiyanı üzə çıxarmağa şagirdə nə etməliyik biz? Kömək etməliyik. Bundan sonra və sinifdə biz necə mühit yaratmalıyıq? Təbii ki, sinifdə elə bir mühit yaradılmalıdır ki, şagird öz fikrini sərbəst ifadə edə bilsin. Yəni çəkinməsin ki, mən öz fikrimi desəm, öz baxışlarımı desəm, sinif mənə gülər və yaxud da ki, müəllim məni ələ salar. Başqaları məni ələ salar. Elə bir pozitiv mühit qurulmalıdır ki, şagird orada öz fikirlərini ifadə etməkdən çəkinməsin. Sərbəst olsun. Bu belə. Daha sonra qərar qəbul etmə prosesində iştirak edə bilsin. Öyrənmənin eyni zamanda elə qurulmalıdır ki, fərdi maraq, təcrübəyə uyğun şəkildə qurulmalıdırlar. Yəni onların istəyinə şagird yönümlü olmalıdır və şəxsiyyət yönümlülüyü nəzərə almalıdır. Qısa da dildə desək, yəni bu yanaşmanın məqsədi ondan ibarətdir ki, cəmiyyətə faydalı vətəndaş yetişdirmək. Bax, az öncə baş vermiş hadisələrdən bəzən bunu kurikulum sisteminin üstünə atırlar və yaxud da ki, müasir təlim modelinin üstünə atırlar. Müəllimlər heç bir və yaxud da ki, videonu izləyən şəxslər heç bir kurikulum vəsaitində və yaxud da ki, müasir təlim modelində valideyndən və yaxud da ki, şagirddən müəllimə hörmətsizlik etmək tələb olunmur və yaxud da ki, orada bəhs olunmur. Sadəcə bizdə cəmiyyətin əksər hissəsi şagirdin söz sahibi olmağını evdə valideynlər və yaxud da ki, şagirdlərin özü çox səhv anlayırlar. Yəni, əgər sən söz sahibisənsə, nə mənada söz sahibi? Yəni, sənə demokratik bir mühit, fikrini azad ifadə etməyə bir mühit yaradılıbsa, o demək deyil ki, belə deyim, siz müəllimə mane olmalısınız və yaxud da ki, ürəyinizdən nə keçsə, fikrinizdən nə keçsə, onu müəllimə deyə bilərsiniz. Xeyr, hər kəs bir-birinə qarşılıqlı şəkildə hörmət etməlidir. İstər müəllim olsun, istər şagird olsun, istər valideyn olsun. Bu bizim borcumuzdur. Valideyn də hardasa, belə deyim də, bəzən olur negativ fikirlər görür və yaxud da ki, negativ faktlar görür. Bu, bütün müəllimlərə aid deyil. Çox xahiş edirik, yəni təhsilin məqsədini və yaxud da ki, istiqamətini başqa yerlərə yönəltməyək. Öz fikirlərimi qısaca burada diqqətinizə çatdırdım müəllimlər. İndi gəlin görək şəxsiyyət yönümlü yanaşmada mərkəzdə dayanan prinsiplər hansılardır? Necə eləyək ki, biz sinifdə bir şəxsiyyət yetişdirək? Düzdürmü? Bu 3 istiqamətdə təşkil olunacaq. Birinci, şərtsiz müsbət münasibət. İkinci, empatiya. Üçüncü, konkretlik, yəni dürüstlük. Gəlin indi bunlarla bir-bir tanış olaq görək. Şərtsiz müsbət münasibət, empatiya, dürüstlükdə nədən bəhs olunur? Qısaca gəlin tanış olaq. İlk öncə mən sizə məlumat verirəm. Şərtsiz müsbət münasibət. Bu nə deməkdir? Şagirdin şəxsiyyətinə, hisslərinə, fikirlərinə onu mühakimə etmədən, onu qırmadan, dağıtmadan, şərt qoymadan hörmət göstərirsə. Yəni, şagird anlamalıdır ki, mən neynəsəm, sinifdə həm müəllimim, yəni fasilitator, həm yoldaşlarım məni dəstəkləyəcək. Yəni, şagirdi biz qırmalı deyilik. Şagirdin hissləri,
fikirləri, davranışı ola bilər uyğun deyil. Hər nə olursa olsun, onu da biz insan olaraq bir dəyərli varlıq kimi görməliyik. Bəzən şagird fikir ifadə eləyir və yaxud da ki, hər hansı bir imtahanda uğursuz olub, müəllim onu göz ardı edir ki, hə də bundan nə olacaq? Bu düzgün yanaşma deyil, ənənəvi təlimdə qalan yanaşmadır. Yəni şagirdi mütləq şəkildə başa düşmək lazımdır, anlamaq lazımdır. Onun sinifin gözü önündə, başqalarının gözü önündə, belə deyim də, loru dildə sındırmaq olmaz. Çünki o da gələcəyə bir şəxsiyyət kimi yetişir. Bax, bu təlimin mahiyyəti ondan ibarətdir. Kimisə aşağılamaqdan və yaxud da ki, müəllimin şagirdi aşağılamaqdan ibarət deyil. Deyir ki, qəbul olunma üçün müəyyən bir şərt yoxdur. Şagird səhv etsə belə bu demək deyil ki, o dəyərsizdir. Ümumiyyətlə, yadda saxlayaq ki, insan hər dəfə səhvindən nələrsə öyrənir. Mən bugün səhv edirəm və yaxud da ki, şagirdim bugün səhv edirsə, o demək deyil ki, bu dünyanın sonudur. Düzdürmü? Hər səhvdən biz nələrisə öyrəndiyini şagirdin diqqətinə çatdırmalı. Hə, ola bilər ki, imtahanda da uğursuz olmusan, canın sağ olsun. Yəni bunu da necə demək lazımdır? Təbii ki, bəzən şagirdlər elə bilir ki, hə, canım sağ olsun, çalışmayım. Növbəti imtahanlara da çalışmayım, onsuz da belə də davam etməlidir. Xeyr. Bu gün səhvdə eyb yox, növbəti imtahanlara düzəldərsən. İndi mən bunun nümunələrindən biraz sonra sizə deyəcəm. İndi keçək növbəti ikinci mərhələmiz. İkinci mərhələmiz empatiyadır müəllimlər. Empatiya nə deməkdir? Başqasının yerinə özünü qoymaq. İndi burada müəllim qarşısındakı şagirdi deyir, yalnız intellektual deyil, emosional cəhətdən, yəni onun hissini, duyğusunu da anlamaq bacarmalıdır, görməyə çalışmalıdır. Nəticədə əgər müəllim şagirdi emosional anlayarsa nə baş verər? Şagird hiss eləyər ki, müəllim məni də dinləyir, mənə də dəyər verir, mən də bu sinifdə önəmliyəm, düzdürmü? Başqasının dünyasını onun gözü ilə görmək. Məsələn, şagirdin dünyasını onun gözü ilə görmək, onu başa düşmək, onun hissini, yaşadığını, öz daxilində olduğu kimi. Məsələn, şagird ola bilər ki, oxumağa meyil eləmir. Onun belə deyim və yaxud da ki, səhv eləyibdir, həvəsi ölüb öyrənməyə. Onun baxış bucağından, onun daxilindən məsələyə baxmağa çalışmaq lazımdır. Düzdürmü? Və bütün bunları eləyərkən də biz şagirdi mühakimə etməməliyik. Düzdürmü? Və onun səhvini düzəltməyə elə anındaca düzəldim, yox. Biz nə etməliyik? Gerçək olmalıyıq, səmimi olmalıyıq. Həmçinin də ümumiyyətlə müasir təlim prosesində birbaşa şagirdin səhvini düzəltməkdənsə, o səhvi şagirdin özünün aradan qaldırmasına şərait yaratmaq daha effekt verir. Müəllim deməli necə olmalıdır empatiyaya görə? Dürüst olmalıdır, səmimi olmalıdır, daha doğrusu gerçək olmalıdır. Bax, şagirdin yəni həm emosional, həm intellektual vəziyyətdə anlamağa çalışmalıdır, görməyə çalışmalıdır. Yəni burada şagird nə hiss eləyir? Məni də dinləyirlər, mən də dəyərliyəm. Bu empatiya. Üçüncü bizim addımımız konqruentlikdir, yəni dürüstlükdür. Dürüstlük nə deməkdir? Adından göründüyü kimi. Ümumiyyətlə Rogers bu yanaşmanı, yəni konqruentliyi dedikdə müəllimin şagirdlə ünsiyyətində gerçəkliyi və səmimiyyəti, düzgünlüyü nəzərdə tutur. Deyir, münasibət başqalarının istəklərinə görə deyil, özü kimi olmaq, hisslərini, reaksiyalarını zərər vermədən, amma yalan danışmadan ifadə. Tutalım ki, bəzən olur ki, saxta səmimiyyət deyirik də biz buna. Şagirdin xətrinə dəyməmək üçün hər şeyin yaxşı olduğunu deyirik ki, yaxşı elədin, yaxşıdır, yaxşı alındı və yaxud da ki, dərsdə davranışın yaxşıdır. Bax, bu da effekt verməz təbii ki, amma onu müəyyən qeyd etməyin çərçivəsi var. İndi o çərçivəni deyəcəm necə qeyd eləmək lazımdır. Yəni, müəllim münasibətdə saxta, formal davranmır, özünü olduğu kimi göstərir. Təbii ki, burada mənfilikdən, mənfi emosiyaları ifadə etməkdən söhbət getmir. Müəllim bu fikirlərini şagirdi incitmədən, peşəkar, hörmətli şəkildə ifadə edir. Bax, fasilitator müəllimin şəxsiyyət yönümlü yanaşmanın mahiyyəti də bundan ibarətdir. Mən şagirdi deyim ki, səndə alınmır, alınmayacaq və yaxud da ki, yaxşıdır, hər şey qaydasındadır. Bu şəkildə deməklə mən şəxsiyyət formalaşdıra bilərəm cəmiyyətə. Xeyr. Deməli, növbəti biz bəhs edirik. Mən sizə qısaca şərtsiz müsbət münasibət haqqında bir nümunə deyəcəm. Məsələn, şagirdimiz bir sınaq imtahanında iştirak edir və yaxud da summativ kimi götürə bilərik, hər hansı bir test imtahanı kimi götürə bilərik.
orada nəticəsi aşağı olur. Bəzən müəllim deyir ki, hə, mən bunu sənə keçmişdim, niyə gedib aşağı nəticə göstərmisən? Bu şagirdi daha da motivasiyadan salır. Bunun yerinə biz şəxsiyyət yönümlü yanaşmada necə yanaşa bilərik? Müsbət bir gözlənti kimi və yaxud da ki, müsbət bir münasibət kimi. Deyirik ki, hər hansı bir imtahan nəticəsi və təlim nəticəsi sənin dəyərini ölçmür. Ola bilər indi bu gün bu şəkildə alınıb. Gəl bir yerdə çalışaq, problemi həll eləməyə çalışaq, həll eləməyə köklənək, görək sənin çətinlik çəkdiyin məsələ hardadır? Bax, əsl şəxsiyyət yönümlü yanaşma budur. Şagirdi sındırmağa deyil, onu motivasiyadan salmağa deyil, problemin kökünü tapmağa, mənbəyini tapmağa yönəlmişik. İkinci, empatiyada bəzən şagirdə dəfələrlə mövzunu başa salırsan, deyir, mən bunu anlamıram. Müəllim deyir ki, mən dəfələrlə bunu başa saldım. Niyə başa düşmürsən? Yəni, belə bir ifadələrlə şagirdə müraciət eləyir. Amma şəxsiyyət yönümlü yanaşmada biz necə yanaşmalıyıq? Yəni, deyirik ki, başa düşürük. Ola bilər ki, öyrənmə hamı üçün rahat, axıcı olmaya bilər. Amma bu o demək deyil ki, şagird onu öyrənməyəcək və yaxud da ki, həmişə çətinlik çəkəcək. İlk dəfə şagirdin diqqətini çatdırmaq lazımdır ki, yeni bir mövzunu öyrənmək sənin üçün ilk dəfə çətin gələ bilər. Amma neyinirik? Şagirdə dəstək oluruq. Bir yerdə addım-addım gedirik və şagird həmin çətinliyin öhdəsindən gəlir. İndi bayaq biz qalmışdıq harda? Dürüstlükdə iki yanaşmamız var bizim. Deməli, bir saniyə. Aha, harada qalmışdı? Deməli. Aha, bir var, hə, buradadır. İnkongruent, bir də var kongruent. Bu nə deməkdir? İnkongruent düzgün olmayan saxta bir variantdır. Məsələn, müəllim daxilən deyir, çox əsəbləşir, amma bu əsəbini biruzə vermir, gülümsəyib hər şeyin qaydasında olduğunu deyir ki, sanki heç nə olmamış kimi. Və daha sonra prosesdən sonra da həmin şagirdə daxilən bir kin bəsləyir və əlinə düşən fürsətdə onu, belə deyim də, cəzalandırmağa, öz aləmində və yaxud da ki, nə bilim, sinif mühitindən kənarlaşdırmağa çalışır. Bax, bu düzgün yanaşmalıdır sizcə? Təbii ki, xeyr. Bunun yerinə biz dürüst ola bilərik, yəni konkret. Mənim real hissimi peşəkar şəkildə ifadə, şagird səhv eləyibsə denən. Demir ki, kurikulum sistemində və yaxud da ki, yanaşmada hə, şagirdin səhvini demə, örtbasdır elə. Yox, bunun tərəfdarı deyil müasir təlim sistemi. Deyirəm ki, məsələn, bunu real şəkildə necə ifadə edə bilərik? Sən bu davranışın məni və yoldaşını narahat edib. Məsələn, tutalım ki, sinifdə ucadan qışqırmağa. Məni və yoldaşını narahat edir. Mən istəyirəm ki, bu sinifdə biz bir-birimizə hörmətlə yanaşaq, bir-birimizi anlayaq, başa düşək. Çünki hər kəs özünü sən necə təhlükəsiz hiss eləmək istəyirsənsə, başqaları da özünü təhlükəsiz hiss eləmək istəyir, təhlükəsizlikdə görmək istəyir. Yəni, bunun şagirdin diqqətini peşəkar səviyyədə çatdırmaq lazımdır. Şagirdlə bir fərdi söhbət aparmaq lazımdır, düzdürmü? Bu, deməli, şəxsiyyət yönümlü yanaşmanın əsas prinsipləridir. Gəlin, bir neçə situasiyaya da baxaq. Situasiya birdə nə deyilir? Şagird bir neçə dəfə tapşırıqda səhv edir və neyniyir? Summativdə də aşağı bal toplayır. Ənənəvi yanaşmada müəllim nə deyir? Sən riyaziyyatdan zəifsən, çox çalışmalısan, dərslərdə ona daha az söz verir və digər güclü, daha yaxşı oxuyan şagirdlərə diqqət ayırır. Və nəticədə nə olurdu? Şagird diqqətdən kənarda qalırdı. Və şagird də neyniyirdi? O səhvini tərbiyədə əks-səladə keçmişdik biz sizlə. Tərbiyə edənlə tərbiyə olunan arasında bir uçurum yaranırdı. Şagird artıq qəbul elədi ki, mən riyaziyyatı öyrənə bilmirəm, bacarmıram. Çünki bu nədir? Müəllimin bir əsəridir də. Çox belə şagirdlərimiz olub, ənənəvi yanaşmada olsun, hal-hazırda da çox təəssüf ki, bunu müşahidə edə bilirik ki, yəni müəllim şagirddə elə bir fikir formalaşdırır ki, sən bacarmazsan. Amma bu əsl müəllimin, peşəkar müəllimin yanaşmasıdırmı? Təbii ki, xeyr. Deməli, mən dediyim fikirlər hər müəllimə aid deyil, çox cüzi, çox təəssüf ki, belə müəllimlərimiz var. Sonra, şəxsiyyət yönümlü yanaşmada bunu nə etmək olar? Müəllim şagirdlə fərdi şəkildə söhbət edir, ona empatiya ilə yanaşır. Deyirəm ki, ola bilər də, bu mövzu sənə çətin gəlib. 2-3 dəfə istədiyi nəticəni ala bilməyəndə təbii ki, insan məyus ola bilir. Bu çox normal haldır. Gəl birlikdə baxaq, məsələnin hansı addımlarında çətinlik çəkirsə, bunu bir yerdə həll eləməyə çalışaq. Və sonra müəllim nə edir? Müəllim şagirdlə 1-2 məsələni bir yerdə,
addım-addım icra edə bilir və onu yenidən bacarma təcrübəsi ilə tanış edir. Yenidən bacarma təcrübəsi nədir? Yəni hələ bacarmırsan, biz qapalı düşüncə, açıq düşüncə tərzində demişdik. Ola bilər bu gün bacarmırsan, gələcəkdə bacarasan. Yəni bizim müəllim olaraq görə biləcəyimiz, şagirdə ötürə biləcəyimiz yanaşmalardan biridir. Təbii ki, anlayıram, bəzən şagirdlər olur ki, onlara haqlısınız. Yəni keçmir bu tipdə yanaşmalar, onlar öz yerində, amma söhbət normal şəkildə tərbiyə oluna bilən şagirdlərdən. Mütləqdir ki, şagirdlərlə psixoloq söhbət etsin, evdə valideyn nəzarəti, bunlar hər biri yerində olmalıdır. Biz sadəcə burada müəllim tərəfdən məsələyə yanaşırıq və müəllimlərin necə davranmalı olduğunu qeyd edirik. İzahımız ümumilikdə bu qədər. Hər hansı bir sualınız olarsa videonun rəy bölümündə qeyd etməyi unutmayın.